Milli Məclis çox gözəl bir qanun qəbul edibdir və mən çox təşəkkürümü bildirirəm Azərbaycan vətəndaşı olaraq. Dini etiqad etməyə məcbur edilməsi qadağandır. Bu, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin bugün keçirilən iclasında müzakirəyə çıxarılan yeni uşaq hüquqları haqqında qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən valideynlər qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə Bizim dövlətimiz qadın və uşaq hüquqlarında hər zaman qadınların, uşaqların haqlarını üstün tutur. Hər zaman qorumağa çalışır və çox sağ olsunlar. 13 yaşında, 14 yaşında qıza hicab taxdırıb, məcburi şəkildə ərə verən valideynlərə də mən xahiş eləyirəm ki, yaxşı cəzalar, cərimələr olsun. Bunu da dövlətimizə, prezidentimizə müraciət edərək xahiş eləyirəm. uyğun tərbiyə edə bilərlər. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir. Yalnız qanunda nəzərdə tutulan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün ictimai qaydanın təmin edilməsi, sağlamlığın, mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün uşağın dini etiqad azadlığına məhdudiyyətlər qoyulur.